Salam, hər vaxtınız xeyir olsun. Gəlin 181-ci test tapşırığından davam edək. Bizdə tapşırıqda nə istəyir? Verilən canlıların yetkin fərqlərinin xüsusiyyətlərini Eyler-Ben diaqramına uyğun olaraq müəyyən edin və bizdə canlı olaraq göyərçin və it qeyd olunub. Diafraqma məməlilərin xüsusiyyətidir, yəni itin. Dördkameralı ürək hər ikisində var, yəni ortaya gedir. Sağaorta qövsü quşların xüsusiyyətidir. Pəncə lüləsi sırf quşların xüsusiyyətidir. İsti qanlılıq hər ikisində var. İki qan dövranı, bu da hər ikisində mövcuddur. Deməli 2, 5, 6 ortaya gedəndə 1 itə, 3, 4 də bura. Aha, doğru cavab D variantı olmuş olacaq. 182. 182-də bizdən nə istəyir? 3 zolaqlı kərtənkələnin ətraflarında olan sayda barmaq neçə göyərçinin ön ətrafında olar? Birinci tapaq görək. 3 zolaqlı kərtənkələnin ətrafında neçə barmaq var? Bir zolaqlı kərtənkələdə 20 barmaq var. 3 zolaqlı kərtənkələdə 3 vur 20, 60 barmaq var. Göyərçinin ön ətrafları. Ön ətraf nədir? 3, 3 barmaq. Yəni, ümumilikdə 6. Deməli, 60 barmaq neçə göyərçində olar? 66-ya bölərik, 10 göyərçində. Doğru cavab A variantı. 183. Göyərçin, qurbağa, kərtənkələnin ön ətrafında neçə barmaq var? Ön ətrafında. Göyərçində dedik 3, qurbağada 4, kərtənkələdə 5. Yəni, doğru cavab D variantı. 3, 4, 5. 184. Hansı sırada ön ətraf barmaqlarının sayının artma ardıcıllığı düzgün göstərilib? Baxaq, burada A variantında sıra pozulub. Çünki kərtənkələdə 5, qurbağa 4, durna 3-dür. Azalma göstərilib. Durna 3, kərtənkələ 5, qurbağa 4. Qarışıqlıq var. Sonra, qarillada 5 barmaq, durna 3, qurbağa 4. Burada da pozulub. Göyərçində 3, qurbağada 4, kərtənkələdə 5. Bu doğru variantdır. Y variantındakiləri zaten dedik, ona görə təkrarlamıram. Doğru cavab D variantı. 185. Hansı mülahizə doğrudur? Tısbağanın rüşeymi plasentaya göbək ciyəsi vasitəsilə birləşir. Yox, bir də gözür istəyirəm. Tısbağadan söhbət gedir. Tısbağa sürünəndir. Burada göbək ciyəsi, plasenta yoxdur. Plasenta plasentalı məməlilər üçün xarakterikdir. A səhvdir. Boğazlıq müddətində döl plasentaya göbək ciyəsi vasitəsilə birləşir. Bəli, bu doğrudur. Plasenta dedik ki, məməlilərdədir, yəni göyərçində yoxdur. Həmçinin ilk məməlilərdə plasenta yoxdur. Doğru cavab B variantıdır. 186. Yetkin heyvanlardan hansının skeleti canlı toxumadan yox, üzvü maddədən ibarətdir? Əla. Baxaq, burada deməli, hansının skeleti canlı toxumadan yox, üzvü maddədən ibarətdir? Aha, burada təbii ki, baxırıq nəyə? Üzvü maddə. Neştərçədir, skelet xordadır, tısbağadır, göyərçindir, sümük mənşəlidir, skatda qığırdaqdır. Yəni, bu canlı toxumalardan ibarətdir. Amma may böcəyinin skeleti nədən ibarət idi? Buğmayaqlara aid idi. Buğmayaqlar da xitindir. Xitin nədir? Karbohidrat. Karbohidrat nədir? Üzvü maddə. Deməli, doğru variant B variantıdır. 187. Bəzi canlıların bədən temperaturunun xarici mühit temperaturundan asılığı qrafiki verilir. Fikir veririksə, 1 ilə 2-də bədən temperaturu dəyişmir. Deməli, bunlar nədir? İstiqanlıdır. Sadəcə istiqanlı olsa da, bu temperatur söhbət var da. Baxın, 1 nə ola bilər? 40-dan yuxarıdır. 40-dan yuxarı nəyə keçmişik? 42-43 sensi quşlar. Deməli, birinci nə olacaq? Göyərçin olacaq. Qalır D və Y. İkinci nə olacaq? 40 ilə 30-un arasındadır. Deməli, söhbət insandan gedir. İkincidə insan. Amma kərtənkələdə nədir? Ətraf mühitin temperaturu dəyişdikcə bədən temperaturu artır, maddələr mübadiləsi sürətlənir. Yəni, soyuqqanlı canlıdır, ətraf mühitdən asılıdır. Ona görə də kərtənkələdə də, bir dəqiqə D variantını silmişəm.
Kərtənkələdə də nədir? Olacaq üçüncü. Doğru cavab D variantı. 188. Bəzi canlıların bədən temperaturu yenə verilib. Yenə baxırıq. 50-dən yuxarıdırsa, 40-dan yuxarıdırsa üzr istəyirəm. Bu quşdur. Quşdursa sərçədir. 1 olan variantları sərçədə saxlayıram. Sonra 30 ilə 40 arasında söhbət məməlidən gedir. 2 məməliyə aiddir. Və 3 isə soyuqqanlı canlıya aiddir. Çünki ətraf mühitdə temperatur artdıqca onda da temperatur artır. Yəni bu da qurbağa aiddir. Doğru cavab C variantı. Artıq deyəsən yorulmuşam. Belə mexaniki səhvlər olur. Doğru cavab C variantı. Keçək 189-a. İfadələrdən hansını heyvanların hamısına aid etmək olar? Heyvanlarımıza baxaq. Zolaqlı kərtənkələ, qurbağa, yarasa və quş. Hamısına aid etmək olar. Postembrional inkişaf dövründə qəlsəmə ilə tənəffüs etməsi. Postembrional nədir? Yumurtadan çıxandan sonra və ya bala dünyaya gələndən sonra. Məsələn, kərtənkələdə ən azından hamısını soruşur da, hə. Kərtənkələdə ən azından ağciyər tənəffüsüdür. Ən azından deyirəm, onu getdik. A variantı çıxdı. Ön və arxa ətrafdakı barmaqların sayının bərabər olması, bu bayaqdan danışırıq. Bərabərlik yoxdur burada. Kərtənkələdə məsələn, ön ətrafda 5, arxa ətrafda 5-dir, amma quşda ön ətrafda 3-dür, arxada 4-dür. Bu getdi, 2 də getdi. Qida qalıqları və ifrazat məhsullarının qarışaraq birlikdə xaric etməsi söhbət kloakadan gedir. Kloaka var. Burada zolaqlı kərtənkələdə, quşda və qurbağada. Yarasada yoxdur, amma ilk məməlilərdə var. 3 də getdi. Qanın yalnız damarlarla axması, bəli, bu ortaq xüsusiyyətdir. Onurğalıların hamısında qapalı qan damar sistemidir. Postembrional inkişafının düzünə olması, düzünə odur ki, sürfə yoxdur, amma burada postembrionalda qurbağada sürfə var. Yəni 5-də səhvdir. 190. İfadələrdən hansını heyvanların yalnız birinə aid etmək olar? Gəlin baxaq. Ürəyin sağ qulaqcığında venöz, sol qulaqcığında arterial qanın olması. Bu hamısının xüsusiyyətidir. Borulu sümüklərin postembrional inkişaf dövründə əmələ gəlməsi. Bəli, bu hansına aid xüsusiyyətdir? Qurbağa aid xüsusiyyətdir. Çünki qurbağanın embrional inkişaf, daha doğrusu bir dəqiqə. Deməli, bir də baxaq. Borulu sümüklərin postembrional inkişaf dövründə əmələ gəlməsi. O biri variantlara da baxaq. Cücülərlə qidalanmaları, bu çoxunun xüsusiyyətidir. Bunu çıxdıq. Çoxalma orqanlarının axacaqlarının kloakaya açılması. Bu dedik ki, yarasada yoxdur, amma o birlərdə var. Bizdə yalnız birinə aid etmək istəyib. Döş qəfəsinə malik olmaq, bu da sürünəndir. Quşdur, yarasada var. Deməli, bəli, borulu sümüklərin postembrional inkişaf dövründə əmələ gəlməsi. Biz bilirik ki, qurbağada ilkin inkişaf mərhələsi sürfəsi çömçə quyruq adlanır və çömçə quyruqda borulu sümük yoxdur. Çömçə quyruğun yetkin fərdə çevrilməsində borulu sümük yaranır. Ona görə də bunlarda postembrional inkişaf dövründə yaranır. Amma bu billərdə ana orqanizmin bətnində artıq borulu sümüklər inkişaf etmişdir. Doğru cavab olacaq ikinci. Yəni olacaq D variantı. 191. Aşağıdakı cədvəldə 4 müxtəlif müasir heyvan növünün xüsusiyyətləri göstərilir. Verilənlərə əsasən hansı növlərin eyni bir tipə aid olduğunu göstərin. Aha, daxili skelet var. Daxili skelet deməli nədə var? Xordallarda və qəlsəmə ilə tənəffüs edir. Bu nə ola bilər? Bu xordaldır. Çünki söhbət məsələn balıqlardan gedir. İkincidə daxili skelet yoxdur, tənəffüs orqanı traxeyadır. Bu həşəratlardan, yəni buğum ayaqlardan söhbət gedir. Həşərat. Aha. Z-də daxili skelet var ağciyərdən. Tutaq ki, suda qurda yaşayanlar, sürünənlər, quşlar, məməlilər. Yəni söhbət nədən gedir? Xordallardan. X və Z eyni bir tipə aiddir. K-ya baxım, daxili skeleti yoxdur, xüsusi tənəffüs orqanı yoxdur, bədən səthi ilə tənəffüs edilməsinin aplanari, yəni yastı qurd. Ona görə də bunu
K tamam başqa bir tipə aiddir. Doğru variant D variantıdır. Daxili skeletinə görə ən azından müəyyən edə bilərik. 192. Verilənlərə əsasən nəyi söyləmək olmaz? Baxaq. X-də daxili skelet var, tənəffüs orqanı qəlsəmədir. X-lə bağlı baxaq. X-ə dedik ki, balıq ola bilər. X canlısına qan yalnız damarlarla axır, bu düzdür. Y-də daxili skelet yoxdur, tənəffüs orqanı traxeyadır. Söhbət həşəratdan gedir. Deməli, Y canlısında qan bədən boşluğundakı maye ilə qarışır. Bəli, həşəratlarda qarışma var. Z-də daxili skelet var, ağciyərlə tənəffüs edir. Z canlısı təkamül nöqteyi nəzərdən ən qədim tipə aiddir. Xeyr, əksinə, daxili skelet var və ağciyərlə tənəffüs edirsə, söhbət xordallardan gedir. Xordallar təkamül nöqteyi nəzərdən ən cavan tipdir. Ən sonda yaranan tipdir. Deməli, bu səhv fikirdir. K-ya baxaq, daxili skelet yoxdur. Hə, buna da dedik ki, tutaq ki, axplanari ola bilər. K canlısının borulu mərkəz sinir sistemi yoxdur, bəli. Çünki borulu mərkəz sinir sistemi aiddir hara? Xordallara. Y və K canlıları eyni tipə aid deyil. Bəli, Y aiddir. Tutaq ki, boğulma ayaqlıya, bu yastı qurda. Bu da düzdür. Doğru cavab B variantı. 193. Cədvəldə daxili skeletə malik olan 5 müxtəlif müasir heyvan növlərinin xüsusiyyətləri göstərilmişdir. Hansı mülahizə doğru deyil? Aha, bədənində dövr edən qan növü 2-dir, ürəyindəki mədəcik sayı 1-dir. Söhbət nədən gedir? Balıqdan. Burada daxili skelet, daxili skeletə malik. Yəni, söhbət nədən gedir? Xordallardan gedir, onurğalılardan. Aha. Y-də bədənində dövr edən qan sayı 3-dür, amma mədəcik sayı 1-dir. Deməli, söhbət nədən gedir? Suda qurda yaşayan və ya sürünə. Yəni, Y-lə Z həm suda qurda yaşayan, həm sürünən ola bilər. Eyni xüsusiyyətlərdir. Və Q ilə F-ə baxsaq, ürəyində mədəcik sayı 2-dir, bədəndə dövr edən qan növü sayı nədir? 2-dir. Deməli, bu nə ola bilər? Məməli ola bilər və quş ola bilər. Timsah ola bilərmi? Ola bilməz. Niyə? Ola bilər mədəcik sayı 2-dir, amma timsahın bədənində 3 növ qan dövr edir. Ona görə onu bura aid etmirik. İndi doğru olmayanı tapaq. Z növünə aid canlının, yəni sürünən və ya suda qurda yaşayan, ürəyin sağ qulaqcığında venoz qanı olur, düzdür. X növünə aid canlı balıqlara aiddir, düzdür. Y növünə aid canlının tənəffüs orqanlarından qan ürəyə qayıtmır. İstəyir suda qurda yaşayan olsun, istəyir sürünən olsun. Tənəffüs orqanından qan ürəyə qayıtmalıdır. Ağciyərdə təmizlənib qan ürəyə qayıtmalıdır ki, böyük qan dövranı başlasın. Yəni, bu səhv variantdır. K növünə aid canlının ürəyinin mədəciyində qan qarışmır. Bu düzdür. Yəni, nə quşda, nə məməlidə mədəcik qarışmır, çünki mədəcik tam ayrılıb. F növünə aid canlının ürəyinin sol qulaqcığında arterial qan olur. Bəli. Qulaqcıqlarda ümumiyyətlə soldursa arterial, sağdırsa venoz qan olur. Doğru cavab C variantıdır. 194. Cədvəldə daxili skeletə malik olan 5 müxtəlif müasir heyvan növlərinin xüsusiyyəti göstərilir və hansı mülahizə doğru deyil. Eyni cədvəldir. Bu nə idi? Balıq. Bunlar ikisi suda qurda yaşayan, sürünən. Bunlar da ikisi quş və məməli. Y növünə aid canlının tənəffüs orqanlarından qan ürəyə qayıdır. Bəli. İstəyir suda qurda yaşayan, istəyir də sürünən, dedik ki, ağciyərlərdə təmizlənəndən sonra qan ürəyə qayıtmalıdır. Sol qulaqcığa. F növünə aid canlının ağciyər arteriyasına qarışıq qan axır. F quşla məməlidir. Orada qarışıq qan ola bilməz. Yəni, bu tamam absurd variantdır. Z növünə aid canlının ürəyinin mədəcində arterial və venoz qan qarışır, bəli. İstəyir suda qurda yaşayan olsun, istəyir sürünən olsun, qan qarışır. Q növünə aid canlının 2 qan dövranı var, bəli. Quşlarda da, məməlilərdə də 2 qan dövranıdır. X növünə aid canlının ürəyinin mədəcində arterial və venoz qan qarışmır. Bəli, qarışmır, çünki balığın ürəyində sadəcə venoz qandır. Doğru cavab B variantı olmuş oldu. 195. Aşağıdakı cədvəldə 4 müxtəlif müasir onurğalı heyvan növlərinin xüsusiyyəti göstərilib və
Verilənlərdən hansıların yetkin fərdlərində yalnız bir qan dövranı var? Bir qan dövranı yetkin fərddir. Niyə deyir? Çünki qurbağada sürfəsində bir qan dövranıdır, amma yetkin fərdində iki qan dövranıdır. Yetkin fərdlərində yalnız bir qan dövranı nədə var? Balıqda. Yəni bizdən balığı istəyir. Aha, baxaq. Çünki üstəqurda yaşayandır, sürünəndir, quş məməlidir, bunlarda iki qan dövranıdır. Ürəyin mədəci sayı 1-dir, qulaqcıq sayı 1-dir. Maylanma xaricidir, söhbət nədən gedir? Balıqdan. Doğru variant da elə Y-dir. Amma davam eləyək. Baxaq görək burada nələr var. Mədəcik sayı 1-dir, qulaqcıq sayı 2-dir. Və xarici mayalanması var. Söhbət nədir? Üstəqurda yaşayan. Ürəyində mədəcik sayı 2-dir, qulaqcıq sayı 2-dir, daxili mayalanması var. Söhbət nədən gedir? Quşlar məməlilərdən gedir. Hətta timsahdan da gedə bilər. 4-də mədəcik sayı 1-dir, qulaqcıq sayı 2-dir, daxili mayalanma var, söhbət sürünənlərdən gedir. Amma yenə deyirəm, bunların yetkin fərdlərində 2 qan dövranı var. Ona görə cavab Y variantıdır. 196. Verilənlərdən hansı 2 qan dövranına malik olan heyvanların yalnız bir sinifinə aid olan əlamət? 2 qan dövranına malik. Yəni üstəqurda yaşayan sürünən quş məməli. Amma bir sinifinə aid. Göz qapaqlarının mövcud olması hamısındadır. Bir getdi. Postembriyonal inkişaf dövründə ürək kameralarının sayının artması bu sadəcə üstəqurda yaşayanlara aiddir. Niyə? Çömçə quyruqda 2 idi, yetkin qurbağada 3 idi. Artdı. 2-ni götürdüm. Amma yenə baxaq. Bunu dedik. Ziqotun tam bölünməsi. Tam bölünmə həm məməlilərdə gedir, həm də stoqurda yaşayanlarda gedir. Sadəcə burada məməlilərdə eyni ölçülü blastomerlər yaranırdı. Stoqurda yaşayanlarda fərqli ölçülü yaranırdı. Yəni bu ikisində var. İfrazat məhsulları və qida qalıqlarının qarışması söhbət kloakanın olmasından gedir. Kloakada burada stoqurda yaşayanda da var, sürünəndə də var, quşda da var, ilk məməlidə də var. Yəni dördündə də var. Bu da getdi. Sidik axarlarına malik olmaları, bu da hamısında var. Ona görə 5-i də çıxdıq. Doğru cavab A variantı. 197. İki qan dövranına malik olan heyvanların yalnız bir sinifinə aid olan əlamətdir. Ziqotun natamam bölünməsi, bu həm sürünən, həm quşdadır. Çünki hər ikisində Rusheim diski parçalanmağa məruz qalır. A variantını çıxdıq. Postembriyonal inkişaf dövrdə hiss orqanlarının sayının azalması üstəqurda yaşayanlara aiddir. Niyə? Çünki biz bilirik ki, çömçə quyruqda balığa oxşar olaraq yan xətt orqanı var. Amma yetkin fərddə yan xətt orqanı varmı? Yox, yoxdur. Ona görə də hiss orqan sayı azalıb. Doğru cavab B variantıdır. Amma davam edirik. Ürəyin sağ qulaqcığında venoz, sol qulaqcığında arterial hamısındadır. Həm stoqurda yaşayan, həm sürünən, həm quş, həm məməli. Bəzi vena damarlarında arterial qanın axması, bu da hamısında ağciyər venasında arterial qan axır. Bəzi arteriya damarlarında venoz qanın axması, bu da hamısının ağciyər arteriyasında venoz qan axır. Doğru cavab B variantı. 198. Suyun altında olarkən qanı suda həll olmuş oksigenlə zənginləşmir. Bu nə deməkdir? Suda həll olan oksigenlə zənginləşmirsə, bu atmosfer havasından istifadə edir. Baxaq. Deməli, burada nəyi götürə bilərik? Burada götürə bilərik C variantını. Səbəb niyədir? Göl qurbağası dərindən suda olan oksigendən istifadə edir. Həmçinin də triton. Latimeriya zaten qəlsəməklə suda olan oksigendən istifadə edir. Çəki yenə də balıqdır, yəni suda olan oksigendən qəlsəməklə istifadə edir. Amma su iti məməlidir, timsah sürünəndir, su ilanı sürünəndir, qaz quşdur. Hamısında tənəffüs orqanı ağciyərdir. Ağciyərdirsə, deməli bu nədən istifadə edir? Havanın oksigenindən istifadə edir. Ona görə də suda həll olmuş oksigenlə zənginləşmir. Doğru cavab C variantı. Şəkildə 4 müxtəlif növ onurğalı heyvanın ürəyinin quruluş sxemi göstərilib. İfadələrdən hansı bu canlıların hamısına aid edilə bilər? Birinci nədir? 2 kameralı ürək, 1 qulaqcıq, 1 mədəcik. Balıq. İkinci nədir? 2 qulaqcıq, 1 mədəcik, ara kəsmə yoxdur, suda burada yaşayan. Üçüncü nədir?
Ara kəsmə var. Deməli, sürünən. Dördüncüdə iki qulaqcıq, iki mədəcik, quş, bir dənə baxaq. Aha, quş, məməli və timsah. Nə istəyir bizdən? Hamısına, ifadələrdən hansı bu canlıların hamısına aid edilə bilər. Bu canlıların ürəklərində yalnız arterial qan olması heç birinə aid deyil. Bir çıxdıq. Bizdə lazımdır hamısını. Bu canlıların ürəklərində qarışıq qan olması. Bu, sürünən və stoqurda yaşayan aiddir. Çıxdıq. Çalışın eliminasiyadan həmişə istifadə edin, yəni çıxmadan. Bəzən olur ki, variantları çıxanda elə təsadüfən sualda bəxtəbəxt, yəni son variant qalır. Ona görə bundan istifadə edin. Bu canlıların iki qan dövranının olması, xeyr, balıqlarda bir qan dövranıdır, hamısına aid deyil. Bu canlıların qapalı qan damar sisteminin olması, bəli, bu donurğalıların hamısı qapalı qan damar sistemidir, düzdür. Göstərilən sxemlərin hamısının soyuqqanlı heyvanlara aid ola bilməsi. Bəli, balıq stoqurda yaşayan sürünən zaten soyuqqanlıdır. Burada dördüncüdə timsah var. Timsah nədir? Soyuqqanlıdır. Bu demir ki 100%. Sadəcə deyir ki, heyvanlara aid ola bilməsi. Yəni, əgər bu dördüncü timsahın ürəyi olsa, bu soyuqqanlıdır. Yəni, bu hamısına aid edilə bilər. Doğru cavab D variantı. Gəlin burada yekunlaşdıraq. Açıq test tapşırıqlarını da, məncə 200-dən açıq test tapşırığı başlayır. Aha, açıq test tapşırıqlarını da növbəti videoda izah edəcəm. Ümid edirəm ki, sizin üçün anlaşıqlı oldu. Hər hansı bir təklifiniz və iradınız varsa şərh bölməsinə qeyd edə bilərsiniz və həmçinin dəstək olmaq məqsədi ilə bioloqlara, abituriyentlərə bu videonu göndərə bilərsiniz. Təşəkkür edirəm.